İndi boşananlar evlənənlərdən çoxdur. Barbie sayəsində sağ olsun. Uşaq birində uşaq böyüdür də ana olmaq istəyirdi. Birində böyük olmaq istəyir. Şəhərdə uşaq gəzməyə yeri yox. Uşağı çölə buraxmaq qorxursan, maşın çox. İt gəzdiririk, uşaq gəzdirmirik. Bu gün uşaq deyir mən darıxıram. Mən uşaqlıqda darıxdım, yadıma gəlmir. Düşünün nə vaxt oturub özünüzlə 1 saat söhbət eləmisiniz. Bir özünüz görürsünüz. Mən adam öz-özünə danışanda deyirlər dəli olmusan. Həyat bir ora qədərdir, bir də ondan sonradır. Sənin kvant keçidindir bu təlim. Bu təlimdən sonra sənin həyatın heç vaxt əvvəlki kimi olmayacaq. Əvvəlki kimi olmayacaq. Cəmiyyət çoxluğun etdiyini etmək o deməkdir ki, sən çoxluğun halında yaşayırsan. Çoxluq isə varlı deyil. Hə. Çoxluq isə xoşbəxt deyil. Biz gedən qatara qoşulmuşuq. Bizim fikrimiz var ki, insan belə olur. Bax, burada nüans bundadır. Ya sən bənd düzəldəcəksən və o nə vaxtsa dağılacaq, ya sən çay olacaqsan. Çayla bərabər axıb gedəcəksən. Zahid Adgözəlov, filosofun dərinliyinin, strategin aydınlığının və təlim sənətçisinin ruhunun nadir bir sintezi, qaynağıdır. Zahid Adgözəlov sadəcə təlimlər yox, transformativ məkanlar yaradıcısıdır. İnsanlar burada bilgi öyrənmir, öz içlərində olanı oyadırlar. Onda Sokratın ruhu, Qurciyevin metodları yaşayır. O ardınca aparır, lakin hökm etmədən, oyadaraq. O bir mistikdir. O, iştirakçının şuursuzluğu ilə danışmağı bacarır. Paradokslarla, Monty Python'un çılğınlığı, Van Gogh'un ulduzlu səması ilə, dərkə gətirən oyunlarla. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Zahid müəllim, xoş gördük. Xoş gördük. Zahid müəllim, bu təlimin başqa təlimlərdən nə sirri, nə möcüzəsi? Möcüzə olmağı fərqliliyidir. Bəs bu fərqlilik niçin o birislərdə yox idi? Məhz bu təlimdə var idi bu sirr. Texnologiya elə dərinliyə çata bilir ki, kənardan sir kimi görsənə bilir. Biz sizin başqa təlimlərinizdə də olmuşuq mütəmadi olaraq danışırıq, amma heç biri belə deyildi. Yaşadığın bir şey sənə yapışır da, nəinki danışılar, eşidilər və s. Bir yaxşı söz var, deyir, başına gələn başmaqçı olar. Əlbəttə ki, buna təsir edən müəyyən bir məsələlər var idi. Eyni zamanda bunun üçün bir Allahın izni də olmalıdır. Yəni o yolda düz olanda o proses yenilənməyə başlayır. Məsəl üçün insanlardan çox vaxtı biz baxıram da, yəni söhbət eləyirik, şey eləyirik. Mən diqqət elədiyim həmişə nüanslardan biri odur ki, bu adamda o öz həyatı inkişafında bunun energetik xətti qalxırmı, yoxsa düşürmü? Yəni baxırsan ki, insan 20 ildir eyni vəziyyət, o deyir söhbət var, səhər axır, axşam naxıra. Hə. Səhər axşam naxıradırsa bu inkişaf deyil də, bu artıq insan özü də bir Pul qazansa belə. Pul qazansa belə, o pul aidiyyəti yoxdur yəni zaten. Onda pulun bizim şəxsi inkişafımıza aidiyyatı yoxdur. O pul nəticədir də. Yəni futbol oynayanda o tabloda rəqəm görsənir, hesab nədir? O onun amma sən ona baxıb futbol oynaya bilmərsən də. Yəni ona baxıb futbol oynasan gözün qalacaq orada, yəni uduzacaqsan. Ona görə pulu o cür baxmaq ki, yəni pul çoxdursa uğurdur, pul çox deyilsə uğursuzdur, bu düzgün yanaşma deyil. Ümumiyyətlə uğursuzluq anlamını birinci düz başa düşmək lazımdır. Əslində bilmirəm hansı filosoflardan biri demişdi, deyir ki, xoşbəxtlik istədiyin hədəfə getdiyin addımlardakı uğurdur. Yəni o pulla bağlı olmaya da bilər. İnsan var ki, onun indi belə danışaq da, kəslər var ki, pulları çoxdur. Onda o necə? Yəni onun hədəfi nə olmalıdır? Növbəti yekə pul. Yəni onun üçün də burada insanın uğuru pulun ölçüm texnikası deyil ona. İnsanın özünün həyatdakı keçidləri, hədəfləri və ümumi sistemə təsir məsələsi var. Biz müəyyən bir N səviyyəsindən N1, N2, N3 səviyyəsinə çıxmağın üstündə uğur əldə edə bilirik və o hər kəs üçün özünün N1-ləri, N2-ləri, N3-ləri var. N1 deyəndə nəyi nəzərdə tutuq Zahid müəllim? Düzdür, mən təlimdən bilirəm, amma izləyicilərimiz üçün. İstənilən halda N anlamı bu müəyyən bir hədd deməkdir də. Yəni N ona görə qoyulur ora. Yəni bu demək deyil ki, bu N1-dir.
Amma sənin olduğun bir məqamdan və sən daha yuxarı keçə biləcəyin bir məqamlar var da. Bu müəyyən sənətdə də belədir. Məsəl üçün siz jurnalistikada faktiki olaraq fəaliyyət göstərirsiniz və bu da bir məqamda bu gün olduğunuz nüans dünənə münasibətdə hansısa bir enkidir. Bax o keçidlər nəticədə səni qaldırır həmin o səviyyələri. Yəni o səviyyələrin orada o hər səviyyə keçidi başqa baxış radiusunun yaranmasıdır. Yəni dünənə görə bəlkə bir sözü demək üçün yazmalıydıq, nə bilim oxumalıydıq. Orada da bir-iki dəfə kadrı təzədən geri verim var idisə, bu gün sinə dəftər olursan. Nədən yaranır o? Həmin o səviyyələr dəyişdikcə və bundan həmişə də növbəti səviyyəsi var. Yəni bizim işimiz o elə yolda olmaqdır da, həmin o səviyyələrin üstündə işləməkdir. Yaxınlarda bir filmdən bir fraqmentə baxdım. Uşaq dedim, bir gəncdir, anası deyir ki, nə olub sənə? Deyir ki, mən daha rəssamlıqla məşğul olmaq istəmirəm. Deyir, niyə? Deyir, çünki uğurumu görmürəm. Deyir, sənə necə gəlir? Uğur belə birbaşa qalxımdır. Deyir, o elə olmur. O pastipenlədir. Pastipenli sözün, yəni addım-addımdır. Yəni sən gələcəksən bir məqama, bir çətinliyə çatacaqsan. Onu aşdıqda digər mərhələyə çatacaqsan. Bu mənada bizim həyatımızdakı, işimizdəki müəyyən çətinliklər bizə kömək eləyir ki, o en səviyyələrini keçə bilək. Çətinliklər kömək eləyir ki, onları keçək. Mən onu əslində belə deyirəm. Deyirəm, ya sən özünə problem yaradacaqsan, ya da sənə problem yaradacaqlar. Yəni onda hansı yaxşıdır? Əlbəttə ki, özün özünə yaratdığın. Çünki sən özün özünə yaratdığının nəticəsi sənin üçün növbəti uğur kimi göstərir. Amma digərlərinin sənə yaratdığı ola bilər ki, səni depressiyada salsın. Yəni çox maraqlıdır. Sahid müəllim, onda belə bir sual verirəm. Özümüz özümüzə necə problem yaradaq? Çox fərqli ola bilər. Yəni misal üçün biz keçən il işarə transformasiya təlimini keçəndə indi keçən iştirakçılar bu ildə gəldi. Yəni gördün onları. Yəni ki, onlar üçün bu təlim gözlənilməz bir təlim idi. Çünki onların gördüyü deyildi. Və o bir təlimçi üçün bir fərq yoxdur əslində istənilən bir sahədən, amma mən öz sahəmdən danışım da. O nöqtə ki, həmişə yeniliyi yarada bilirsən. Bax, o özün sənin üçün yeni bir problemdir həm də yeni bir imkandır. Yəni keçən il keçdiyimiz təlimdən bu təlim aralığında mənim özümə yaratdığım növbəti problem nə idi? Mən növbəti bir təlim çıxartmaq istəyirdim. Növbəti bir etapına çıxmaq istəyirdim və o problem olaraq həm də imkana gətirdi. Nə imkanına? Yəni bu gün yaranan bir təlimə deyil və bəs bu möcüzə dediyimiz təlimə? Bəli. Əslində bu gün bizim bu transformasiya təlimi dünya transformasiya təlimlərində növbəti etapdır. Çünki bununla bağlı biz keçən ildən bu yana böyük bir iş gördük. O işin nəticəsində biz dünyada baş verən bu sahədə olanların demək olar ki, hamısını araşdırdıq ki, nə baş verib, necə olub, nətər olub və bu təlimin qurulması özü-özlüyündə həmin o sahədəki növbəti en səviyyəsi idi. Yəni bizim Skallazlar barəsində bir film var idi, bilmirəm yadınızdadır yoxsa yox. O filmin içərisində bir nüans var idi. Bir kəslər gəldi, bir dağı qalxdı. O filmin axırında cavan bir oğlan gəlir. O aylarla fəth edilən bir yeri heç bir straxovka olmadan bir saatda fəth edir. Yəni o etaplar keçdikcə o enlər dəyişə və hər bir şəxsin o dünyanın belə deyək də inkişafında bir rolu var və sən hardasan? Bax sual ordadır. Mən özümün bu sahədə olmasını öz kimliyimin tərkibində görürəm və ona görə də o sahədə durmaq yox, davamlı olaraq yeni addım axtarışındayım. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçün isə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Çox maraqlıdır. Bax, deyirsiniz ki, mən kimliyimin tərkibində görürəm.
bu kimliyin tapılması, çözülməsi, ümumiyyətlə dərk edilməsi bu özü də heç belə asan bir iş deyil. İnsanların böyük axtarışlarıdır, yəni kimlik. Biz mənim yadımdadır bir 12, 13, 15 bəlkə yaşlarında deyirdim ki, mən kiməm. Sonradan başa düşdüm ki, bu sual elmi sual deyil, bu fəlsəfə sualıdır. Sən kimliyini tapmaq üçün elmlə onu tapa bilməyəcəksən. Və mən həmişə düşünürəm ki, Allah sirləri bizim gözümüzün qarşısında gizləyib. Buna görə də mən biraz inkişafıma böyük təsir edən daha çox təbiət olub, nəinki ədəbiyyatlar. Mən misal üçün Yaşadığımız təbiət yəni. Bəli. Mən misal üçün baxdım ki, təbiətdəki hər bir məxluqun öz yeri var. Ümumilikdə misal üçün də bir kəs bir pişik görər, o birisi gələr bir ölkəyə hansında ki pişik yoxdur. Pişik barədə danışdığını həmin ölkədəki başqa cür başa düşəcək. Misal üçün deyəcək ki, siçan tutur, o da düşünə bilər ki, canavar da siçan tutur, onda canavardır. Deyəcək üstündə tükülüdür, deyəcək canavarın da tükü var, ya iti də tükü var. Nə bilim, o təsəvvürlərimiz. Təbiətin ünsüründə Allah nə qədər canlılar yaradıb, hansı ki bir vəhdətdə bir ekomühit yaradıb. Və nəticədə bu sistem bir-biri ilə ahəngdə yaşayır və insan cəmiyyətinin içindəki o məxluqatlardan biridir. Amma özünün insanın təbiətdəkindən fərqi ondadır ki, pişik özünə sual verməyim ki, mən kiməm. Biz isə o sualın üstündəyik ki, biz özümüzün ekosistemimizdə öz yerimizi tapa bilmək məsələsidir. Onu tapmaq çətinliyimiz nədir? Çünki bizim ətrafımız, biz olduğumuz cəmiyyətdən kənarda deyilik və ətrafımızın təsirləri bizim səhv tərəfə getməyimizə də gəlib çata bilər. Baxın, deyirəm, bizim bir dostumuzla söhbət edirik, tədris barədə danışırıq. Deyirəm ki, məktəb tədrisi bir standartlar hazırlamaq istəyir. Deyir, sən belə ol günə. Bu belə ola bilər ki, indi Temboli bu gün pulsuz təhsil sisteminin mahiyyəti yaxşı cəmiyyəti işçi hazırlamaqdır. Amma cəmiyyəti inkişaf elətdirənlər o yuxarıdan baxış qüvvələri olanlar olub da, yəni işçi səviyyəsi düşüncəsində baxanlarda olmayıb. Və mahiyyət ondadır ki, bu gün o inkişafa çatmaq üçün sənin o yuxarı baxışın olmaq üçün sən artıq fərqli tərəflərdən baxmalısan sistemə. Bəli. Əslində çox maraqlıdır. Baxın, deyirsiniz, misal üçün mən övladım dərsində oxumasına da sevinirəm, oxumamasına da sevinirəm. Oxumasına sevinirəm ki, öyrənir, oxumamasına sevinirəm ki, bu standartdan kənara çıxa bilir. Yəni öz düşüncəsi. Yadınızda biz müzakirədə orada həvəskarla ustadın arasındakı bir oxşar və fərqliliyi analiz eləyirdik. Doğrusu onu araşdırırdıq. Orada oxşar cəhətlər var, amma fərqli cəhətlər də var. Yəni onu tapa bildikdə o düz yoldur. Uşaq ola bilər oxumur, amma telefonda yatırır. Axşabazar hansında ki, heç bir şey əldə eləmir. Yəni uşaq ola bilər ki, oxumur, amma həmin vaxtı daha səmərəli bir işə tətbiq edir. Yəni burada fərq bundadır. O insanın Martin Heideggerin bir yaxşı sözü var, onun bir dizayn ifadəsi var da. O sənin kimliyin məsələsi var. O kimliyini tapmaq məsələsində, o varlığını tapmaq məsələsində də o kimliyin ətrafı belə deyil. Misal üçün Allah sizinkiləri saxlasın. Mənim övladlarımdan biri, yəni oğlum futbola maraq göstərir. Nə bilim orada IT proqramları, o onun özünün modelinə daxildir. Amma qızım o istiqamətə maraqlı deyil. Çünki onun da tərkibi, onun da o varlığı ona yaxın deyil. O başqa bir istiqamətdədir. Yəni bizim çoxumuz isə biz misal üçün təhsil məsələlərində nətər olur? Biz düşünürük ki, uşağımız getməlidir, filan ixtisası öyrənməlidir. Amma o ixtisas o uşağın tərkibidirmi, onun varlığıdırmı? Onunla nə qədər böyük bir şey verə biləcək bizim dünyaya, nə qədər o en səviyyələri keçə biləcək. Tam razıyam sizlə. Mən uşaq qruplarında, valideyn qruplarında mütəmadi, yəni bizdə də hamısında bir 10-a yaxın qrup var, oradayıq hamısında. Biri deyir ki, mən misal üçün uşağımı apardım robotexnikaya. Hamısı deyir ki, biz də apardıq. Sual olunur, lazımdırmı o uşaqların hamısına bu? Bayaq danışdığım zaten o standartlaşdırmaq məsələsinin problemi ondaydı. Bizim insanlarla rəftarın individuallığı çətindir. Yəni biz bir kəsə, hər kəsə bir individual baxmaq üçün biz fərqli bir mühitdə baxış yaratmalıdır bizdə. Bizə o çətin gəlir. Ona görə də standart baxmaq istəyirik. Deyir ki, sən bu cür ol, sən də bu cür ol, sən də bu dərmanı ye. Yəni nəticədə o individuallığı biz məhv edirik, amma o şəxsin o varlığı heç vaxt məhv olası deyil. Onun içindən onu yandıracaq. Onun üçün də gəlir insanlar, baxırsan ki 30 yaşı var, 33 yaşı var, 29 yaşı var, illərlə işlədiyi sənəti atır o tərəfə, bilmir hansı sənətə getsin. Hə, çox rastlaşmışam. Bəli, ona mən yol ayrıcı deyirəm.
Çünki nəticədə o kənardan ona deyirlər, uğurludur, bu nə bilim bankda işləyir, həkimsən, o boyda bu həkimsən. nədir beləsinə. Amma o içində hiss edir ki, o deyil, yəni o orada deyil. Çünki onun vaxtında deyəndə o da vaxtsızdır deyil əslində. Yəni özünü görmə radiusu genişlənməmiş, özünü realizə etmə imkanı da məhdudlaşır. Çünki Zahid müəllim, axı bir vaxt var, məsəl üçün, tez oxu, əsgər get, tez gəl, işlə, tez ailə qur. Bu adamların düşünməyə vaxtları yoxdur. Belə deyək də, bizim misal üçün bu cəmiyyətə münasibətdə bizim əgər düşüncəmiz budur ki, tez oxusun, tez əsgər getsin, tez ailə qursun, gedə bilərik hansısa bir ucqar kəndə, orada görə bilərik ki, biraz fərqlidir, amma yenə eyni standartlardır da, yəni faktik olaraq. Bayaq dediyim kimi insan olmağın mahiyyətində duran bir xüsusiyyət var, o standart axtarır. Yəni biz ən hasant yol axtarırıq, ən tez keçid axtarırıq, ən effektiv qayda axtarırıq. Yəni bu axtarışlar nəticədə bizi individuallıqdan çıxardır, gətirir, salır standartlara, hansında ki, heç də içimiz o deyil. Yaxşı, necə individual olaq? Özümüzü necə bax tapaq? O içimizdəki dizaynıdır bu. Necə onu çıxardaq üzə? Ən yaxşı yolu birinci təlimə gəlmək lazımdır. Onun üçün təlimə belə risk eləmirlər, Zahid müəllim. Mən razıyam. Əslində biz misal üçün bu təlimi hazırladıq. Biz təlimdə də bu barədə danışmışdım. Mən başa düşdüm ki, bu təlimi insanlar başa düşmür. Yəni insanlara o bir yaxşı söz var, deyir ki, bu hamıya lazımdır da. O bilirmi ki, ona lazımdır. Yəni baba məsələn sual hissəsi oradadır. Bilmirlər ki, bilmirlər. Bilmirlər ki, bilmirlər. Çünki o bir şey ki, bilmirsən ki, bilmirsən ki, belə bir şey ola bilər də. Ona görə də insan çünki hər şeydə bir fayda axtarışı var. Hər şeydə bir effektivlik axtarışı var. Mən 5 manat verirəmsə, 5 manata niyə 10 kilo ala bilərəmsə, niyə 1 kilo alım? Yəni bu axtarış əslində ən lazımını gözdən yayındırır. Görə bilmək itirinkisinə gətirir. Çünki sən nəticədə qərar vermisən beyninlə, amma məsələ əslində bəlkə də o məsələdə ürəyinlə qərar verməlidir. Kim ki həyat yoldaşı seçib ki, ona görə ki, nə bilim, gözəldir, ona görə ki, dədəsinin pulu var, ona görə ki, nəsə bir məqamda ona görə o şilləni yeyəcək, yəni. Bəli, o elə ona görə də. Yəni, çünki ona görə ki. Amma o ona görəkilərdən çıxmaq da elə hasant deyil. İnsan cəmiyyətinin modelində ona görə ki var. İnsanlar bir-birinə danışanda ona görə ki danışırlar. Yəni bundan nətər çıxsın bu insan, nətər başa düşsün. Onun üçün demək bu insana insan gözü ilə yox, fərqli bir baxış gözü lazımdır ki, görə bilsin məsələni. Öz gözü ilə gördüyü zaten budur. Ətrafın gözü ilə də gördüyü zaten budur. Çünki biz ətrafda ona uyğun formalaşır. Bilirsiniz, insanlıq anlamı axı bizdən qabaq da var idi. Bizdən sonra da olacaq. Biz gedən qatara yolda minmişik. Düz. Biz yolda minmişik, o bir təzə işçi olur, gəlir bir iş yerinə, deyir indi bu 5 dəqiqə mən tapacağam ki, burada kimdir, hara necə eləyim. Biz də elə bil ki, bu qatara minmişik, deyir indi tutacağıq ki, burada qayda nədir, nətər olur. Amma sən bu qatarın başından burada deyilsən və bu gedəcəyində də burada olmayacaqsan, sən onu tuta bilməyin çox çətindir. Amma biz həmən o gördüyümüz çərçivəsində baxırıq. O gördüyümüz çərçivəsində də yaranan məxluq insan olur. Hansı ki, o modelinə görə də özündən çıxa bilmir. Yəni daha yuxarı etaplarına keçə bilmir. O keçidi yaşamamış, o keçidi o ağrısını çəkməmiş, onun dadını almamış, sən o keçidin nə olduğunu başa düşmürsən. Necə ki, baxın biz hadisələri həmişə keçmişdə danışırıq. Yəni biz öz həyatımıza oturub analiz edəndə, nə bilim, araşdırmasını aparanda biz indidən keçmişimizə məna qatırıq. O oldu ki, bu olsun, bu oldu ki, olsun. Amma həmin vaxt onu görmürük axı, o oldu ki, bu olsun. Belə deyək. Sən bugün əslində məna qatmağını həmin vaxtı görə bilmirdin də, düzdürmü? Demək, nədirsə həmin vaxtı başqa cür eləməli idin ki, görə biləsən onu. Biz o başqa şeylərin baş verməsinə icazə vermirik axı. Baxın, deyirəm bir dostumuzun genəldə bir söhbətdə maraqlı bir şey oldu. Deyir ki, mən bir dostum vardı. Deyir, onlar məktəb dövründən bir-birini istəyirdilər bir xanımdan və sonradan ailə qurdular. Onların atasının imkanı vardı. Türkiyədə ev zad aldı onlara ki, getsinlər, rahat olsunlar ora-bura. Amma qızın anası getdi, onlardan başladı qalmağa, eləməyə, nə bilim, orada girirdi, çıxırdı, nə var idi. Və nəticədə onlar bir dövrdən sonra, yəni uşaq zad da oldu, boşanma oldu. Hətta uşağı onu göstərmədilər, çox kəskin şey düşmüşdü. Deyir, bir məqamda biz söhbət eləyəndə o qayıtdı ki, deyir, əslində mən problemimi tapmışam. O deyir mənə. Sonradan deyəsən həmən oğlan başqa bir xanımla da ailə qurub. Deyir, mən tapdım ki, mən dua eləndə həmişə deyirdim ki, bu qız mənim olsun. Amma demirdim ki, mənim xeyirlidirsə bu qız mənimlə olsun. Deyirəm, əslində o hələ də tapmayıb.
O orada məsələ onda deyil ki, qız mənim olsun və ya xeyirlidirsə mənim olsun. Orada odur ki, qızı istəməyib. Ona görə onunla ailə qurub ki, ona görə ki, bu qız nə bilim qəşəngdir, bu qız nə bilim nətərdir. Və o qaynana da o prosesə girəndə oyundan söhbət eləmirdi ki, ona görə ki, söhbət şey olar, birdən əlindən çıxar. Artıq onu tutub saxlayan bir məqam vardı. O qorxu var idi ki, qoymurdu ki, o hərəkətdə həyatını qura bilsin. Və nəticədə o bu gün həyatındakı o problemi yaşadı, çünki qorxuları var idi. Çünki ona görə evlənmişdi. Bax o amma düşünsək bu gün biz hamımız axı ona görə eləyirik. Hər birimizin içində ona görə edəcəyimiz cavabımız var. Var və ona görələr bizə ağrı gətirəcək. Zahid müəllim, o ki qərar verir səni. Qərar verəndə içində nəsə sızlayır. Deyirsən, o sızlayanın səsi çıxmır, amma sən deyirsən ki, əşi heç nə olmaz, elə getsin. Problem baba orada olur. Ona biz deyirik özündən amansız səmimi ol da. İnsanlar ümumiyyətlə danışanda fikir versəz hadisələrdən həmişə danışanda etdiklərinə bir mərhəmət donu geyindirirlər, bir sevgi donu geyindirirlər. Misal üçün bizim təlim iştirakçılarında mövzuları yəqin ki görmüşdünüz. Bəli. Mən onu elədim, ona görə ki, onun həyatına çətinlik istəmirdim olsun, o hələ cavan idi və s. və s. Amma onun kökündə duran onlar deyil axı. Onun kökündə duran onun özünün o fayda axtarışı idi. Əslində heç özü də bilmirdi Zahid müəllim. Bəli, indi gətirirəm onu da. İnsanların mahiyyəti ondadır ki, onlar özü ilə o səmimilikdə deyil. O görə bilmir ki, həqiqətən o niyə eləyib. O insandan sən soruşanda ki, filan hərəkəti niyə elədin? O əslində niyə elədiyini bilmir. Həmin anda başlayır düşünməyə, başlayır ona mənalı qatmağa. Ona görə ki, mən nə bilim bunu elədim, cəmaət də məni yaxşı görsün. Amma dərinə baxsa, onu özü ilə səmimi ola bilsə, özünün məsələlərini görə bilər, özünün həqiqətən də o məsələdə nə hiss elədiklərini, nə başa düşdüyünü, nə gördüyünü görə bilər. Onu görmək istəmir. Daha doğrusu o görməməklə yaşamaq dünyanın modelinə düşüb. Biz uşaq olandan biz o dizaynımızdan biri idi əslində. Amma o uşaq gəldi bir gün bir uşaqla dalaşdı, gəldi bir hərəkət elədi, məktəbdə onu məsxərəyə qoydular. Bir iş gördü evdə, anası atası nəsə qadağa qoydu onu və o uşağın neçə yaşı vardı? 5 yaşı, 6 yaşı, 7 yaşı, nə bilim 9-10 yaşı. Orada düşündü ki, mən nə tərs eləməliyəm, mən bu hissəmi heç kim görməsin. Hə. Və illərlə onu bağlamağa çalışdı və o bu gün o hissəsini görməkdən qorxur. Ora baxmaqdan qorxur. 50 yaşı olsa belə. Bəli. Amma onun həyatı əslində bu gün nəyə dönüb? Həmin o hissə ilə mübarizəyə dönüb. Həyat yox olub ortalıqdan. O ancaq həyatı o mübarizədədir. Onda demək istəyirsiniz ki, bu müəyyən bir yaşa çatıb, amma o 5 yaşındakı hiss də qalıb. Yəni bu ortada yaşadığı illər. Əslində çox sadədir o məsələyə baxışa. Götürsən ki, bugünkü ağlınla həmin o 5 yaşda olsaydın, o hərəkətlə rastlaşsaydın, nə edərdin? Elə əhəmiyyət verməzdi. Yəni 5 yaşlı uşağın o anda o qərara gəlməyi normal idi. Amma sənin 5 yaşın yoxdur da, amma niyə qalmısan o 5 yaşda? Onda deyirsiniz ki, biz orada qalmışıq. Bəli, orada qalmışıq. Və mən ona biraz fərqli baxıram. Deyirəm ki, insanların beyninin bir formatı var. İnsan beyni ən çox enerji istifadə edən orqandır. Yəni kislorodun daha çox hissəsini istəyir, enerjinin daha çox hissəsini istəyir. Bədən də ekonomiya axtarır da. Başlayır müəyyən bir formalar yaranıb insan bədənindəki. Onlar o necə ki pi yığırıq eləyirik ki, vaxtında lazım olacaq. Beyin də çox enerji istifadə eləməmək üçün onu o şuuraltı bir mexanizmlər formalaşdırır. Biz bir hadisə ilə rastlaşırıq, eləyirik, orada bir dərk etmə keçirik. O dərk etmə ola bilər səhvdir, amma biz onu keçmişik. O bizim model olaraq gedib oturub beynimizdə. Biz artıq o hadisə ilə rastlaşanda həmin hadisə gəlir, girir o modula və o modul deyir ki, sən narahat olma, mən bilirəm burada nə etmək lazımdır. Keçən dəfə biz bununla rastlaşmışdıq, başa düşdük ki, belə eləmək lazımdır. Sən o hadisəyə yenidən baxmırsan, artıq baxmısan. O buna bənzəyir. Zahid müəllim misal üçün deyir ki, yeni bir adam görüb, deyim ki, modulu necəsə də deyir ki, mən tanıyıram da o tipləri. Onlar belə olur. Ona don giyindirir də artıq. Və o nə edir? Nəticədə sən reallığı yox, beynində gördüyün bir hadisələrdə yaşamış oldun, hekayələrdə yaşamış oldun da. Amma və bunun nəticədə nə gətirəcək? Əlbəttə ki, o fərqliliyi görə bilmədinsə, demək o haldakı sənin verdiyin, belə deyək də, qərarın da səhv bir
divara dəyəcək, də hardasa ağrı gətirəcək sənə. Aydındır. Amma o yenə də bizim insan olma modelimizin tərkibidir. Yəni bunu amma biz görə bilmədiyicə, bu səmimilikdə özümüzdən açıla bilmədiyicə onları həll edə bilməyəcəyik. Görə bilməyəcəyik orada nəyi həll etməliyik. Sayın belə bir söz deyirsə, özümüzlə səmimi. Bu nə deməkdir? Özümüzlə səmimi nə deməkdir? Düz indi təlimdən biz onu bilirik. Amma istəyirəm ki, siz biraz açıqlama versiniz. Özünlə səmimi olmaq necə olur? Biz əslində orada deyirik ki, özünlə amansız səmimi ol, digərlərin isə amansız sevgili ol. İnsanlar elə başa düşür ki, o səmimilik digərləri ilə bu nəsə sirlər açmaqdır, ya hansısa şəkildə digərlərinə bir mülayim söz deməkdir və s. Xoşlarına gəlsinlər. Amma başa düşəndən sonra başa düşürlər ki, yox, özünlə səmimilik düz deyil. Özünlə səmimi olmağı öyrənmək lazımdır. Özünlə səmimi olanda düşmən yaradırsan. Səmimiliyin kökündə nədir? Yəni nə var o cürdə baxa bil də. Sən özündəkini olanın üstün bağlamaqla, özünü yalandan mən yaxşıyam deməklə kökdəkini görə bilmirsən axı. Özün özünə bir o deyir, rozva açıq söhbəti var. Bir açıq geyinmisən, bir eynək qoymusan gözünə və oradan baxmaq istəyirsən özünə. Təmiz bax özünə, gör özün kimsən. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Təlimdə dedik ki, özünlə səmimi ol. Özünə səmimi ol nə demək deyir? Səmimiyəm də. Axı mən hər kəslə səmimiyəm. Sonra gəldim evə yemək bişirirəm. Təlimdən sonraki müddətdə o təlimin o havası elə qalıb. Deyirəm ki, okey. İndi deyirlər mənə ki, filan şey eləmək istəyirsən, deyim ki, harasa getməkdir də. Mən ora getmək istəmirəm, amma mən həmişə ora getmək istirdim ona görə ki, o var idi ortada bəzi adamlar ki, mən getməliydim. Mən də hər dəfə hə deyirdim. Onlar da bilirdilər ki, mən hə deyəcəm. Sadəcə onlar da məndən xəla-xətrim qalmamaq üçün soruşurlar. Mən dedim ki, yox, mən getmək istəmirəm. Mən baxdım ki, mən özümlə səmimi oldum ki, mən ora getmək istəmirəm və bu fikrimi tam olaraq ifadə elədim onlara. Onlar belə çaşdılar. Biz səni yazmışdıq. Dedim ki, hə, amma mən istəmirəm getmək. Mən düşünürəm ki, bu mən özümlə səmimi oldum. Mən düz düşünürəm, yoxsa yox? Yox. Bəs bu nədir? Özünü səmimi olmaq, özünü görmək prosesidir. Burada sən özünü görmək məsələsi var idi. Yəni sən xoşlamırsan, əslində istəmirdin orayı. Hə. Amma bu özgələrlə münasibətdə səmimilik yaradır yenə də, hansı ki o düz deyil. Biz özgələrə münasibətdə o modulu gətirəndə biz əslində bilirsiniz məsələ nədir? İnsanlar zaten digərlərindən səmimidirlər. Biz elə digərlərini sındırmağa hazırıq. Sən falan yerin düz deyil, sənin qaşın düz deyil, sənin başın düz deyil, sənin ayağın düz deyil. Sən vəbşə tərbiyə bacarmırsan, səndəki falan şey. Amma özümüzdə danışan kimi 5 dəqiqədən sonra baxırsan ki, hə, mən uşağım belədir, mən özüm beləyəm. Baxırsan ki, daha çox özünü sevmək üzərinə gəlir. Daha doğrusu özünə həmin o amansız sevgi göstərsən də, bir növ tərif, istənilən problemi təmizə çıxardırsan. Hə. Özgəyə çatanda yox, nə danışırsan, onun problemini deməlisən. Burada bunun əks istiqamətidir. Özünə münasibətdə problemi axtarırsan, o özgəyə münasibətdə onun tərifini axtarırsan. Çox çətin. Onu bu ailə münasibətlərinə birbaşa təsir edir. Hamısına. Bizim təlimi keçənlərin ailə münasibətləri, özü ilə olan problemlər, işlə olan problemləri, biznesdəki hədəfləri, həyatındakı keçidləri hamısı həll olur. Bu mən hətta deyirəm, təlimi keçəndən sonra sizə psixoloq lazım deyil. Bizim təlimə psixoloqlar özləri gəlir, keçirlər ki, ondan sonra onların özlərinin öz işinə baxış tərzi dəyişir, insanların işləmə tərzi dəyişir. Biz əslində bir modellər düzəltmişik, insan olmaq modelləri və o çərçivədə yaşadığımızdan dəyişə bilirik. Sayın necə insan olmaq modelləri? Biz insan deyilik ki, bəyəm. Necə başa düşmədim? Bilirsiniz, mən bayaq istədim bir şey deyəm, o mövzuya yaxın deyil. Biz gedən qatara qoşulmuşuq. Bizim fikrimiz var ki, insan belə olur. Və o fikir bu modeldə otura gedib və o həqiqəti itirib ortadan. Bizim həqiqəti görmək imkanımız yoxdur bu baxışla. Bizim bugün görmə radiusumuz o qədər filtrlənib ki, biz o filtrlərin içərisindən həqiqəti görə bilməyəcəyik.
nə məhdudlaşdırıb bizim görməyimizi? Düşüncələrimiz, təriflərimiz, fikirlərimiz, qərarlarımız, qohumlarla danışıqlarımız, kənarların fikirlərindəki səhv götürdüklərin, sənin digərlərlə bağlı gəlib bir qərarlara çatmaqların, onlar hamısı o məhdudiyyətlərin formalaşdırıb. Bu gün biz cəmiyyətdə də bir formamız var ki, mən Diogeni oxuyanda maraqlı gəlirdi mənə. Diogen bu Yunan filosofu idi də. Adam bomj vəziyyətində yaşayırdı da. Yəni hətta bir dəfə deyir ki, onun haqqında misallardan biridir, deyir ki, görür ki, bir uşaq əli ilə su içir, bir camı varmış cəmi cümləti, onu da tullayır ki, sən də lazımdır, ölsən əlimlə içə bilərəm. Sonradan mən ona baxışı biraz təzələyəndə baxdım ki, adam o əslində məhdudiyyətlərdən qopma yolunun bu formada insanlığa çatdırıb. Yəni biz idarə etmədən danışırıq da indi çox vaxtda. Əslində dəqiq mən bir misal çəkim buna daha maraqlı olar. Deyir ki, bir gün bu Daozim misalıdır. Bir kəndçi öküzünü bazara satmağa gətirir və öküzə bir ip bağlayıb və ipi də tutub gətirir. Bu normaldır da, heyvan qəsəmlər. Bazara çatanda bununla cəmaət biraz məzələnmək istəyir. Deyir ki, inək sənin ağandır. Deyir, nətər inəyim? Mən inəyim gətirmişəm də, daha doğrusu öküzü. Deyir ki, əgər səni idarə eləmirsə, burax da. Sən onu idarə eləmirsən, burax onu da. Deyir, yox, nətər buraxım? Buraxsam qaçacaq. Deyir, onda o səni idarə eləyir. Biz əslində nəyi idarə eləmək istəyiriksə, o da bizi idarə eləyir. Və o, görün, indi bizim həyatda nə qədər bizi idarə edən şeylər var. Bir dənə qayıdın, özü həyatımıza sual verin. Nələr var ki, mənlə onun arasında o ip bağlılığı var. Mən o ipi boşalda bilmirəm. Bax, onlar da həmən o filtrlərdir də, tuta sən, yəni, dünənə qədər, nə bilim, 1800-cü ilə qədər bu sənaye çevrilişi olmamışdan qabaq, insan cəmiyyəti bu formada yaşamırdı da. Hərdən uşaqlara deyirəm ki, bir restoranda bu qədər seçim menusu var. Sizcə onların imkanı vardı, beləsinə menular olaydı, nə bilim, falan yemək yoxsa. Biz bir yeməyə seçəmirik, 3 saat üstündə eşələnirik ki, bu nədir. Bir restorana gəlsə, hərəsində bir ad qoyub. İndi bunlar isə biz düşünürük bu yaxşıdır. Mən demirəm bu pisdir, amma bu bizim özümüzlə olma prosesimizi məhdudlaşdırıb. Bugün biz o qədər iplərdən, saplardan, kəndirlərdən asılı vəziyyətdə qalmışıq ki, biz hamı ilə oluruq. Telefonla da oluruq, nə bilim, insanlarla da özümüzlə ola bilmirik. Düşünün, nə vaxt oturub özünüzlə bir saat söhbət eləmişsiniz, bir özünüz görmüsünüz. Zahid, adam öz-özünə danışanda deyirlər, dəli olmusan. Söhbət danışmaqdan və qeyri danışmaqdan getmir. Biz istənilən halda özümüzdən danışırıq. Çünki beynimizlə bizim bir rabitəmiz var. Amma mahiyyət başqadır. Biz bugün düşüncəmiz ondadır ki, bizim ən çox olduğumuz özümüzdür. Amma mən sizə əmin edirəm, bugünkü insan özü ilə ola bilmir. Bugünkü insan özü ilə olmaqdan qorxur. Bu necə başa düşür Zahid? Özü ilə neynəsin? Özünlə söhbət eləsin. İnanırsınız, söhbət eləyə bilmirlər heç. Yəni əgər söhbətdən danışır. Bugün görün nə qədər panik atak, psixoloji, depressiya, narahatlıq hissində olanlar var. Əsr getdikcə, bu boyda texnologiya çıxdıqca biraz da gərginləşir, biraz da çoxalır. Bilirsiniz nə deməkdir? İnsan özü ilə danışa bilmir. Əslində danışmalıdır. Hə? Özünlə olma prosesini tamamlasan, səndən güclüsü olmayacaq. Bu özünlə olma bir növ özünü tanımağı çıxardır, yəni. Əlbəttə gətirib çıxarda bilər ora. Ümumiyyətlə biz bu transformasiya modellərini araşdıranda çox maraqlı metodları araşdırdıq. O beynin hətta neyron səviyyəsində təsirlər zətləri məsələləri vardı və bizim təlimimizdə o sehri də orada həm də var. Orada mən qədim texnologiyaları araşdırırdım və baxırdım ki, bu texnologiyaların kökündə olan o, mən ona ləpədöyən deyirəm də, o gərgin nöqtədə çıxa bilmək bir şeydir. Yəni, sənin özünlə olma prosesin başlanğıcında da biz o qədər özümüzlə olmamışıq ki, o gərginlikdəyik özümüzlə olmaqda. Və mahiyyət etibarı ilə o gərgin etapı keçə bilmirik. Onun üçün bu qədər xəstəliklər, zətlər və s. var. Və ortalıqda biz çalışırıq hər şeylə olaq, bir dənə özümüzlə olmayaq. Görün, bax, telefon bugün indi TikTok və s. də indi bu platformalar niyə məşhurdur? Hamı oradadır da. Niyə məşhurdur? Niyə oradadılar? Niyə onun yerinə başqa şeylə məşğul deyirlər? Axı, bayaq ki iplər deyirik, Zahid müəllim. Bayaq ki iplərdir də onları çəkir, saxlayır. Baxın, adamı otuzdurun, gəlin bir restorana. Bugün restoranlar yaradılar, hansındakı Wi-Fi zat kəsilsin ki, insanlar bir-birinə danışa bilsin. Hə. Əgər diqqət eləmisiniz. Bəli. Bugün uşaq deyir, mən darıxıram. Mən uşaqlıqda darıxdığım yadıma gəlmir. Mənim də.
uşağın axşamacan telefonu alırsan darıxır, telefon verirsən darıxmır. Hə. Orada bir dünya görür axı Zahid müəllim o. Dünya görmək deyil. O bir saat TikTokda otur, dur, soruş ki, nə gördün, heç nə danışamayacaq sənə. Əslində beynin bu qədər informasiya alması düz deyil. İnformasiya baxın, o bədənin bir yerinə bir neçə dəfə ağrı verir və davamlı bunu elə bir müddətdən sonra bədən onu hiss eləmir. İnformasiya çoxdur anlamı yoxdur. O çoxdursa yoxdur. Aha. Və nəticədə biz o müddəti orada öldürürük. Nəinki orada nəsə öyrənirik. Hə biz vaxt öldürürük orada. Amma görün nəyin əvəzini öldürürük? Özümüzlə oturmaqdan qorxun əvəzini öldürürük. Şuursuz eləyirik də Zahid müəllim biz bunu. Şuursuz deyil, şuurludur. Sən əslində daxili qorxundan qaçırsan, prosta onu görmürsən ki, nətər olur ki, qaçırsan. Sən əslində özünlə olmanın oturub 3 dəqiqədən sonra düşür yadan ki, qaynanan falan şeylədi, nə bilim uşaq da bəsmən elədi, müdir də falan şeylədi. Onları düşünüb o emosional səviyyəni dəyişməkdən qaçırsan, gəlib otursan o telefondakı, burada yəqin nəsə olur, beynin bura qarışır. Stres atırıq da vəcə. Stres atmaq deyil axı. Stresdə baxın, stresi boğuruq. Biz stresi həll eləmirik. Həll etmirik, hə. Biz çalışırıq ki, problemlər öz-özünə həll olsun. Sən problemin öz-özünə həllinin etapına çıxmamısan axı. Birinci o etapa çıx ki, sonra bu həll olunsun da. Bilirsiniz nəyə oxşuyur? Bu övladım müxtəlif idmanlara getmişdi. Demək, 1-2 ay gedirdi, çıxırdı. Gedirdi, mən bir şey demirdim. Nə bilim orada güləşə getdi, boksa getdi, nə bilim nəyə getdi. 2 ay mütəxəssis olası deyilsən də. Və bir dövr futbola bunu yazdılar. Getdi. Hətta arada gətirdi ki, bəs filan yerdə professional futbol var, mənə oraya yaz. 9 yaş var uşaq. Mən yaxşı, yazdım bura. 3 ay zad getmişdi, bir gün yolda söhbət eləyir. Deyir ki, mən çıxmaq istəyirəm. Deyirəm ki, çıxmaq istəməyin səbəbləri var da. Sən niyə görə çıxmaq istəyirəm? Deyirəm, marağım ölüb. Deyirəm, bax, marağım ölüb ona görə ki, məndə alınmır. Marağım ölüb ona görə ki, uşaqlar mənə qısnayır. Marağım ölüb ona görə ki, gedirəm, nəsə düz eləmirəm. Misal. Bir neçə belə şeylər deyirəm buna. Deyir ki, marağım ölüb ona görə ki, məndə alınmır. Deyirəm, qəşəng. Deyirəm, sən necə başa düşürsən? Sən getdiyin anda biz belə birdən-bir öyrənib gəlib çatmışıq bura. Biz eləyəcəksən, məqamında sıçrayış olacaq. Ümumiyyətlə, sənət öyrənmə metodu budadır. Sən əgər bir şey öyrənmək istəyirsənsə, bunun ləpə döyəni var. Sən o ləpə döyəndən keçməsən, çıxamayacaqsan ora. Və o dövr sənə əziyyət verəcək. Biz, bax o uşaq kimi, o 9 yaşındakı uşaq kimi o ləpə döyənə girmək istəmirik. Biz istəyirik 2 aya boksyor olaq, 2 aya, nə bilim orada, fokusyor olaq, 2 aya da nəsə orada bomba şey etsin, pul gəlsin. Mənə başqa şey maraq deyil, mənə pul gəlsin. Bugünkü uşaqlar bu telefon əsrindən ona çıxıblar. Onlar özü ilə işləməyə hazır deyirlər. Özünə enerji itirməyə hazır deyil. Orada deyir ki, mənə bütöv ver. Mənə pul yoxdursa başımı qatma, mənə nəsə orada pişir gətir qoy ağzıma, mən də onu yemirəm, amma elə yeyim. Biz özümüz eləmişik. Bugün biz övladlarımızı necə böyüdürük? Bir dənə baxın. Şəhərdə uşaq gəzməyə yeri yox. Uşağı çölə buraxmaq qorxursan, maşın çox. İt gəzdiririk, uşaq gəzdirmirik. Tam razıyam sizlə. Hətta digər tərəfdən baxsan, bu gün ailəni dolandırmaqdan ötürü özdə sosial xərclər, zatlar var, özü get-gedə də artır indi. Yenə də bir krizislər gözlənmə prosesimiz bitmir ki, ər və arvad hər ikisi işləməlidir. Ər arvad işlədiyi yerdə uşağı bu adam işləyir, bunun beyni işlə məşğuldur. Bu necə baxır uşağa? Yeməyimi verdim, içməyimi verdim, dayəsimi verdim, müəllimimi verdim, həbsə get dur orada. Hə, aylıq xərcləri bağladım. Uşaq nə gördü? Bu sənin gördüyündür. Ki xərcləri bağladım, yükünü çoxaltdım, arada bir getdim, gəzdirdim, gətirdim. Uşaq nə görür? A elədi verdilər, B elədi verdilər. Bunu telefonda verin, səsi çıxmasın. Dayə də ki, qulluqçudur, o da gedib telefonla orada. Mən nə istəyirəm eləyə bilərəm. Həyat belədir. Sən istəyirsən A eləyirsən, verirlər, B istəyirsən verirlər. Sən də nə istəsən eləyə bilərsən. Və elə eləyin ki, tez eləyin. Mamam da gəldi. Nə bilim orada müəllim biraz dərsdə şey olmuşdu. Müəllimin üstünə də qışqırdı. Bilirsən necə müəllimin üstünə də qışqırmaq olar. Pulun vermişik, eləməlidir. Baxın, siz, mənim 43 yaşım var, mən 80'ların uşağıyam da. Mən bir dəfə oturdum, baxdım ki, hər 10 ildə uşaqlar başqa şey görür. Mən öz dövrümdən danışsam, cəmi 10 il sonrasını uşaq onu başa düşmür. İndi təsəvvür edin ki, bu illər getdikcə hər dövrdə başqa şeylər görən və başqa şeylərdə böyüyən uşaqlar var. Və onlar bugün nə görür? Keçən dəfə demək,
düşünürəm, demək bayramlardan biri idi hansısa. Evə bir bu pizza zad zakaz verdim. Zakaz verəndə düşünürəm ki, mən səhv edirəm. Bir tərəfdən deyirik ki, bunlar zərərlidir, bir tərəfdən bayramda bunu alırıq. Bilirsiniz nə deməkdir? Uşaqlar üçün şənlik pizzadır. Sonra deyirsən zərərlidir. Hə. Onun beynində axı qalmadı zərərlidir. Onun beynində qaldı ki, söz kimi zərərlidir, amma şənlik pizzadır. Bayram idi, pizza almışdılar. Ay sağ ol. Yəni bu gün biz özümüz etdiyimizə baxmırıq. Biz elə yaşayırıq, həm bunu hamı belə eləyir, mən də belə eləyim. Niyə eləyirsən? Nə kökündə durur? Bunun uşaq nə görür burada? Valideyn nə görür burada? Sonra da gəlirik cəmiyyətdə başlayırıq onun davalarını aparmağa ki, bu belə olmamalıdır. Adi, bax biz ailə münasibətlərindən danışdıq və baxırsan, biz indi bir mentalitetimiz deyirik. Onu da qatmış aləmi bir-birinə, heç nə də qalmayıb ortalıqda. Biraz da dilinə də qarşı. Qəşəng. Oğlan uşağı böyüyür. Daha əvvəllər, məsəl üçün kənd mühitində böyüyən, Timbol ümumiyyətlə mənim özüm bu 80-ların uşağıyam, bu 90-ları da görmüşük də. Evdə mamam 2 dənə yemək bişirirdi. Ətli yemək bişirirdi atama, bizə yola verirdi. İndi uşağa ən yaxşısını verirlər. Bir uşaq üçün nə görsənir? Mənim vaxtımda mənim gördüyüm odur ki, ata olanda sənə ən yaxşı yemək verəcəklər. Hə, bizdə də elə. İndi uşaq görür ki, ata olanda sənə ən axırda qalan yemək verəcəklər. Ata olmaq lazım deyil. Uşaq olmaq lazımdır. Mənə sənə versinlər. Demək biz bilmədən onların yaddaşına belə bir şey yazır. Bəli, siz həyatı görmürsünüz, elədiyinizi görmürsünüz və sonra da deyirsiniz ki, bu niyə belədir? Hə, özün eləmisən bunu belə. Çox qəribədir zaten. Baxın, iqruşkalara da, bu oyuncaqlara. Nə ilə oynayır uşaqlar? Sovet dövründə mənim yadımdadır, bizim oyuncaqlarımız, qız uşaqları məsələn kuklalarla oynayır da. O kuklalar hamısı uşaq idi. Uşaq kuklası idi. Bilmirəm yadınıza gəlir belə bir yekə. Sonra gəldi Barbie çıxdı. Çıxdı Barbie. İndi boşananlar evlənənlərdən çoxdur. Barbie sayəsində sağ olsun. Uşaq birində uşaq böyüdür, ana olmaq istəyirdi. Birində böyük olmaq istəyir. İndi nə verir iqruşkalar? Telefon verir. Yox, iqruşkalara baxın görün nə iqruşkalar. Açıq mən almıram özəl. Əndrabadı şeylər də adamın nə bilim xallı, mallı, gilli, ayaq belə, baş belə. Bilinmir nədir. Bundan nə çıxacaq? Bu uşaq böyüyəndə düşünəcək ki, elə mən qara sürtməliyəm, əlimin ayağımı belə eləməliyəm, onun üçün dünyada başlayıb. Bu heyvana özünü oxşadan, nə bilim nəyə oxşadan. Biz onu görmədən eləyirik, özümüz eləyirik. Özümüzü görmürük. Başa düşürsüz? Bəs bütün cəmiyyət problemləri bunun üstündədir. Bu əslində biz reklamların qurbanı gedirik zaten. Baxın. Biz informasiya mühitində yaşayırıq. Ya istənilən informasiya hansısa məqsəd üçün yaradılıb və kimsə tərəfindən yaradılıb. Mən bayaq dediyim kimi, ya özünə problem yaratsın, ya sənə problemi yaradacaqlar. Biz o mühitdə yaşayırıq hansında ki, kimsə həmən informasiya problemini yaradıb bizim üçün, hansı ki, biz yaratdığımız məsələ deyil, onun bizim üçün yaratdığımızdır. Biz onu görmürük deyəni özümüz də o problemin içərisində yaşayırıq. Bu o demək deyil, kimsə oturub düşünür ki, necə eləsin ki, sənin uşağın belə olsun. Bu bazarın qaydaları var. Ümumiyyətlə dünyada qaydalar var, hansılar ki, dəyişməzdir. O insanın düşüncələri deyil, qaydalardır. O qaydalar müəyyən bir bazar dinamikası, müəyyən bir hərəkət mexanizmi yaradır. O qaydalar çərçivəsində müəyyən axarlar fərqli yollara gətirə bilər. Və onun nəticələri ola bilir ki, bugünkü məsələlərdə müəyyən bir dəyişmələr və s. baş verir. Amma biz axı eyni zamanda özümüzün öz ətrafımıza təsir etmə gücümüz var axı. Var. Biz axı həmən o bazarda o tələbatı qurmaq imkanımız da var axı. Bugün Trendyol çıxandan sonra Azərbaycanda paltar satışı ilə məşğul olanların hamısı krizisdədir. Hə. Niyə oyunları kim o krizə qoydu? İnsanlar almadılar, getdilər Trendyoldan almağa. Bugün sən bu, yəni dünya miqyasına çıxmaq imkanın var bir insan kimi. Sən burdan nə bilim orada hansısa bir iqruşkanı almaya bilərsən, xaricdən də ala bilərsən, misal üçün. Və min cür hərəkət var. Problem ondadır ki, biz o barədə düşünmək istəmirik, yormaq istəmirik özümüzü. Baxmaq istəmirik. Biz elə onu standart yaşamaq istəyirik. Hamı necə biz də elə ilə. Hamı necəyə qalanda mən istəyirəm bu məqamında dediyim. O bir mütəxəssis vardı, adı yadına çıxıb yaxşı bir sözdür. Deyir ki, 99% insanlar düşünmürlər. Bilirsiniz nə deməkdir? Cəmiyyət çoxluğun etdiyini etmək o deməkdir ki, sən çoxluğun halında yaşayırsan. Çoxluq isə varlı deyil. Hə. Çoxluq isə xoşbəxt deyil. Sən çoxluğun hamı edir düşüncən varsa, onda hamının elədiyini eləyəcəksən, hamının da aldığını alacaqsan. Ona görə də sənin özünü görmək, ətrafı görmək, hadisələri görmək bucağın qalxmalıdır.
Yəni sən palaza bürünüb ellə sürünməməlisən. Sən palazı görməlisən, eli də görməlisən. Elə eləməlisən ki, elin içində olasan, amma özün ola biləsən. Özün ola biləsən. Zahid müəllim, bu bir növ özünə dəyər vermək, dəyərləndirmək, özünü Baxın, özünə dəyər vermək sözü maraqlı sözdür, amma nəticədə nəyə çıxardır? İnsanlar özünə dəyər verməklə özünü problemlərin üstün bağlamağa, yəni gəlib çatırlar. Deyir ki, özümə dəyər verirəm, mən misal üçün baxırsan ki, insan hirslidir. Hirsi var bunun. Və səhv hirslidir də, yəni cəmiyyət görür onu zaten səhv hirsli. Özündən danışsın, deyir, o mən elədi, ona görə hirsləndi. Mən özümə hörmət eləyirdim, təkəbbürlük eləyib. Biz sözlərdə qoyduğumuz məna çox itib. Baxın, biz bir-birimizlə danışırıq, amma biz ikimiz belə danışdığımız sözlərin içinə girsək fərqli şeylər başa düşəcəyik. düzdür. İndi bax təsəvvür edin ki, biz o sözü bir nəfər deyir kiməsə, o adam elə bilir ki, başa düşdü. Bu amma elə bilir ki, o filan cür başa düşdü. O bir müdrik insan olur. Nəsə bir tələbələrlə bir yerdə bir müəllimdir, yol gedir. Bir tarlanın yanından keçirlər. Tarlada da bir kəndçi taxıl əkir. Bu əlini qaldırır, belə eləyir. Tarladakı da əlini qaldırır, belə eləyir. Bundan soruşurlar ki, nə baş verdi? Deyir, mən dedim ki, Allah təkdir. O da dedi ki, biz ikimiz də onun qulluğundayıq. Quluyuq və tabeyik. Gəlirlər o tərəfdən kəndçidən soruşurlar ki, nə söhbət elədin sən müəllimlə? Deyir, müəllim dedi, bir gözümü çıxardaram, mən də dedim, iki gözümü çıxardaram. Bu da insanın davranışının nəticəsi. Biz sözləri o gündə başa düşürük. Başa düşürsünüz? Yəni sözlərə o qədər mənaları dəyişə gəlib ki, bu gün o sözlərdən istifadə insanlara heç nə vermir. Baxın, uşaq birinci dəfə quş görür. O baxır ki, nəsə pırpızlanır orada şeydir, uçur. Deyir ki, ana bu nədir? Anası deyir ki, bu quşdur. Ondan sonra o uşaq o quşu görməyəcək. O fikrindəkini görəcək. Təsəvvüründəkini görür. Biz bir məsələni vaxtında bir cür həzm eləyirik və bir məna verib qatırıq, oturturuq beynimizə. Sonra onu qayıtmırıq. Necə ki, o uşaqlıqla bağlıdır. Və biz ora çatanda beyin deyir, deyən narahat olma, mən bilirəm. Bax, o bilirəm temasında sən nəyə deyildi onu görmədin. Bir yaxşı texnika var. Bu idmançıların istifadə etdiyi texnikada maraqlı texnikadır. Deyir, əgər yeni bir bilgi öyrənirsənsə, xarici dildə öyrən. Çünki beynin o sözləri tanımır deyən, onu başlayacaq diqqət eləməyə. Öz dilində öyrənəndə, yəni kitab oxuyursan məsəl üçün, öz dilində öyrənəndə o sözlər beynin məna qoyub. Ona baxanda sən elə bilirsən ki, bilirsən. Amma xarici dildə öyrənəndə bu nədir belə uca araşdıracaqsan. Onun mənasını başqa cür, yəni həqiqi mənasını tapmaq imkanın daha genişdir. Maraqlıdır. Bəli. Zahid müəllim, baxın, az öncə bir misal çəkdiniz ki, alim göstərir bir, cavan da göstərir iki. İndi deyim ki, belə bir şansımız var. Əstəğfurullah, heç kəsə çoban falan demirəm. Deyim ki, bir halda olan insan düzü görmək üçün axı müəyyən illər sərf olunur görməyə. Birinci metodlar çoxdur. İndi biz bu proqramla bağlı çox insanlarla işləyirik, psixoloqlar olsun, çoxsundan işləyirik. Biz özümüz belə bunu uzun müddətli görə bilirik. Yəni uzun müddət gəlir bu prosedur. Amma təlimdə bu belə olmadı. Təlimdə təlimdə gördüm ki, bu daha tez oldu. Bu bunun saatında, bax məsələn, təlimin sirri burdadır ki, bu bunun saatında gizlənmişdi. Siz onun sirrini tapa bilməyəcəksiniz zaten, çünki siz onu görmürsünüz ətrafda. O mən deməyəcəm zaten, çünki o sirdir. Amma mən nə deyə bilərəm sizə? İnsanlar düşünürlər ki, həqiqəti görürlər. Fikir vermisiniz, bax siz özünüz də indi çoxlu qonaqlarınız olur, hərəsində müxtəlif sahələrdə. Çox. Və hamı deyir ki, mən həqiqəti görürəm. Hamısı düz deyir. Deyir ki, özdə müəyyən mənada həqiqətdən görsənən bir şeylər də var. Bunu mən bilirsiniz nəyə oxşadıram? Bu o bir filə 5 korun toxunuşuna oxşadıram. Deyir bir filə 5 kor toxunur. Bir kor belinə dəyir, deyir ki, bu divardır da bu böyrünə. Biri ayağına dəyir, deyir bu ağacdır. Biri buynuzuna dəyir, deyir bu nizzədir. Biri quyruğuna dəyir, deyir bu kəndirdir. Biri qulağına dəyir, deyir o külək verəndir, verir.
Onların hər biri özündə bir müəyyən bir həqiqət tapmışlar. Həqiqətən gözünü yumub böyrünə vursan divara oxşayacaq, ayağını da tutsan ağaca oxşayacaq. Amma onlar nə qədər ki öz fikirlərinə dair açıqlıqda deyirlər, onlar fili görməyəcəklər. Bizim cəmiyyətin elə bilənlərin də problemi ondadır ki, onlar bilirlər. Bilmək yol deyil. Bilmək prosesində, mən bilirəm prosesində çatmaq, bilmədiklərimi öyrənməyin qarşısını alır. Həyatda davamlı bilmirəm ki, bilmirəm prosesində yaşamaq yoldur. Həyat yoldur deyəndə onu nəzərdə tuturlar. Amma insan ona necə çıxır? İnsan axı müəyyən bir şəkildə, biz dostumuz var, bir mühasibatlıqla məşğul olur, bir yaxşı söz var, deyir ki, 2016-cı ilə qədər mən maliyyədə mühasibatlıqda partladırdım. Mən adam axtarırdım ki, çıxsın desin, mən bilirəm. Deyir, amma sonra iş zat qurdum, elədim ora-bura, başım bir şey elədi, başımı buraxmışdım. Deyir, amma sonra qorxurdum görüşlərə getməyə. İçimdə bir şey yaranmışdı ki, birdən mən müəyyən olar ki, nəyisə bilmirəm. O bilirəm səviyyəsində qalmaq üçün ətrafındakı imkanları bağlayırdı. Çünki mən bilirəm axı. Bax, bir çox insanlarda da o problem var. Onlar nəyisə çatır və orada durur. Mən bilirəm, qapımı bağladım, mənə başqa şey lazım deyil. Mən elə buradayım. Pul qazandım, işi qurdum, ev aldım, maşını aldım, ailə vəsə. Ya da ki, müəyyən bir sənətdə gəldi, bir yerə Maksimum. çatdı, hansındansa bir neçə nəfərdən yuxarıdır, o bilir. Hə. Amma o yenilik gətirmədi. Keçən ilki, baxın, bayaq dedim sizə, keçən ildən ki, təlim niyə bu il dəyişdi? Niyə mən başqa təlim keçdim? Niyə bu hər dəfə dəyişir? Çünki mən həmişə çalışıram, amma bilmirəm ki, bilmirəm də olum. Çünki mən də desəm tapmışam, mən də qalacam, olacam o sıralardan biri. Onda biz heç vaxt tapmayacağıq. Heç vaxtda tapmayacaqsan. Amma həyat tapmaq deyil, həyat elə yolda olmaqdır. Zaten bir misal var idi, deyirdi ki, hər qaba bir nemət qoyduqca dolar, amma elm qabına hələ nemət qoyduqca, elm öyrəndikcə o qab dayaz olar. Baxın da, tapmaq nədir? Tapdım anlamı axtarışı dayandırmaqdır. Hə. Axtarışı dayandırmaq səni yeni ürvinə, yeni mərhələyə çıxarda bilərmi? Demək, tapmaq düz deyil də. Bildiniz nə demək istəyirəm? Yəni, sənin seçimin var hər məqamda. Hər anda tapıb dayana bilərsən. Hər məqamda nəsə olacaq ki, tapmısan. Bir də ikinci seçim var. Mən tapdığım, tapa biləcəklərimdən biridir. Bizə görə çox çətindir. Həyat, biz bilirsiniz, gəlin biraz başqa cür baxın da həyata da. Əslində, bir insan olmağın qorxuları var da. Nətərsə eləməliyik, dolanmalıyıq, nətərsə eləməliyik, yaşamalıyıq, nətərsə məsuliyyətlər yığılır, o, bu zat. İşləməsəm dolanmaram, nə bilim, pensiya olmasa belə olaram, elə olaram. Əslində biz uşaqlıqdan o qorxularda yaşamışıq da. Yəni, nə bilim, çöldə bilmirəm, hara düşürəm, it tutar, at tutar, nə bilim, neynir. Və biz qorxularımızı bağlayıb ona mənalar qatmışıq, başqa adlar qoymuşuq ki, qorxun görməyəcək. Çünki qorxu bizim üçün ən ağır nöqtədir. Qorxu keçirmək istəmirik. Qorxun keçirmək istəmirik. Və insanların faktiki olaraq narahatlığı, faktiki olaraq yaşadığı o mənfi hallar, onlar qorxularının üzə çıxmasıdır. Onu istəmir, ona görə vəziyyətdədirlər. Öz qorxularını həll edə bilmirlər. Qorxunun üzünə birbaşa baxa bilmirlər. O bayaq deyirdim ona görə. O bizim o dostlarımız indi mütəmadi olaraq konsultasiyalardan istifadə edirlər. Biz orada onların məsələlərini danışdıqca hər dəfə bir müxtəlif məsələlər çıxır. Bizim bir yaxınlarda biz dostlarımızdan biri də konsultasiyada idi. Biz müzakirə eləyirik. Onda ailə qurmaq məsələsi var idi. Deyir ki, bəs bir xanım oldu, oyuna belə gəldi, mənə filan şeylərdə mənə belə dedilər. Dedikləri də bilirsən nətər? Yəni ki, kişiyə onu deməzlər də, yəni adamı yükləyirlər də, təsəvvürlə. Danışırıq. Deyirəm, əslində problem onlarda deyil ki. Problem səndədir ki, onlar onun, yəni nəticədə qorxusu var. Başa düşmür ki, gedib olanda nə olacaq? Gəlir o məqama ki, səndən bütün istəyir ki, əvvəlcədən bütün məsələni həll eləsin. Çünki sən onlarla məsələni həllini edəcək formatda danışmırsan. Bəzən dostun ola bilər, hansı ki bilinmir, qeyri-müəyyən danışır, bilmirsən ki, nə edəcək. Düşmənin ola bilər, hansı ki bilirsən nə edəcək, o daha rahatdır sənə. Hə.
Başa düşürsən? Eyni qaydada. Zaten bir də ki bu bizim bu oyundan bizim təlimdən öncəki oyunlarımız da var idi. Düzdür, oyuna gələnlərin bəziləri işlə bağlı gələ bilməmişdilər təlimə. Amma onlar belə indi bir ətrafa düşəndə, bir belə onlar başqa bir dost qruplarına düşəndə orada 2-3 saatin içində gördükləri hamısını danışmaq istəyirdilər. O 2-3 saatı 6 saat danışırdılar. Mən həmişə maraq etdiyim bir siz nədir? Zahid müəllim qıraqdan necə görə bilir? Bax, mən bunlar oyunda gedir. Hamısı qaydasında. Təhlil etməyi, baxın, o təhlili necə edə bilirsiniz? Çox sadə. Bilirsiniz, 2007-ci ildə Amerikaya getmişdim. Orada Jubiler Ədliyyə ilə tanış olduq. Jubiler Ədliyyə uşaqlarla işləyirlər. Demək, bizi apardılar onların türmələrinə. Türmə dediyimiz bizim o vaxtı pioner lagerlər vardı, ona oxşuyurdu. Və baxırsan ki, açıq zonadır, nə bilim, basen zad da hətta kənd oranın cəmaatı yığışıb eləmişdi. Düşündüm ki, bunlarla danışım, deyirəm, bəs bu uşaqlar buradan qaçmır. Deyək ki, uşaqlar da birlik hara qaçırlar. İnsan yaşayıb keçdikcə, o səviyyə qalxdıqca, M1 səviyyəsində olan N səviyyəsini görür. N səviyyəsində olan M1-i görmür. Necə ki, qaynana gəlini görürük. Misal. Mənim halımda, mənim təlimçi olmağım, ümumiyyətlə insan tanıtım, insan problemləri məsələsində olmağımın səbəbi bu gündə deyil axı. Yəni hansısa bir kitab oxuyub gəlib təlimçi ola bilmərsən. Mənim praktikam hüquqşünaslıq və vəkillikdir. Mən məhkəmə vəkili olmuşam da. Mən illərlə insanlarla işləmişəm və tembollə problemli insanlarla işləmişəm. Ona görə də o görmə bucağı bu gün yaranmayıb. O illərlə yığılan bir şeydir. Və o baxımdan biraz o yuxarıdan məsələni görə bilirsən də. O səviyyə çatdırmaqdadır həll ki, onda sən o məsələləri görmək bucağın yarana bilir. Çünki həmən o insanlarla münasibətdə mən o M1, M2 səviyyəsindəyəm. Onun üçün o çətin görsənir. Mənim üçün axı görsənir. Çünki insan çox vaxtı bilirsiniz nə edir? Biz meşənin ortasında dayanıb meşənin həddini axtarırıq. Tapa bilərsən? Yox. Meşədən yuxarı qalxmalısan da. Bax o yuxarı qalxmaq yarandıqca sən görə bilirsən ki, meşə nə boydadır. Bax o yuxarı qalxmağın yolunu öyrənmək lazımdır insana. Biz təlimi ona görə, təlim elə odur. Təlim odur ki, insan özünü yuxarıdan görməyin yolunu tap. Sən həyatın başqa cür olacaq. Çünki sən bu gün meşənin içində axtarırsan. Meşənin içində axtarıb meşədən çıxa bilmərsən. Sən getdiyin yollar hamısı səhvdir. Tamamilə doğrudur. Bizim bu idarə etmə üzrə transformativ oyunumuzdur əslində. Bu oyun transformativ oyundur. Yəni oyunu oynayırsan və sən dəyişirsən. Çünki həmin bu özünü görmə prosesi yaradır oyun. Bu oyunu biz mütəmadi keçirdirik. Özdə elə bir oyundur ki, hər dəfə özünü daha fərqli görə bilirsən. Düzdür, biz həmişə deyirik ki, bu oyun transformativ təlim deyil. Bu təlimin nə bilim heç bəlkə mində biri deyil də. Amma o eyni zamanda o dadı başqadır da. İndi yenə də biz onu təkrar edirik. Sanki bir qazandan belə bir çörəyi batırıb belə ona bənzəyir. Amma onun içində dəyişənlər nə qədər oldu? İndi özünüz də oyunlarda görmüşsünüz də. Çoxdur. Təlim başqa bir aləmdir. Təlim ayrı bir dünyadır. Sən 5 gün başqa bir həyat yaşayırsan da. Oyun bu 3 saat, 2 saat ərzində gedən bir şeydir, amma onun təsiri çox mükəmməldir və bizim dostlarımızda nə qədər o dəyişikliklər baş vermişdi. Bizim bir dostumuz var, yaxınlarda yenə də konsultasiyada idi, söhbət edir, deyir ki, mənim birinci dəyişikliyim oyunda oldu. Deyir, mən oyunu oynayandan sonra başa düşdüm ki, mən illərləndir, 1000 şey düşünürəm, amma bir şey eləmirdim. Həmişə kimlərdə saxtarırdım ki, kimsə eləməlidir. Oyunu və onu oyunda görmüşdüm. Oyun zamanı orada proseslərin birində oyunda bunu çıxartmışlar, çıxandan sonra başlamışdı elə şeylər danışmağa. Hansı ki, oyunda desəydi daha çox xeyir verə bilərdi və onu görəndən sonra başa düşdü ki, bu görür amma demir. Yəni sistemə təsir gücü var, amma ondan istifadə eləmir. Ona görə də əslində çox belə maraqlı təsirləri olandır.
Sait mən baxın indi izləyicilərimiz izləyir bizi, oyuna gələ bilməyənlər, təlimə gələ bilməyənlər, olur müddət çatdıra bilmirlər. Evdə nə edə bilərlər ki, çox az da olsa, qısa da olsa, nəsə bir fərqindəlik yaşaya bilsinlər. Bu onlara bir-birə toxunuş belə etsin. Mən ona bir misalla deyim, bir maraqlı bir misal olsun. Bu yaxınlarda bizim elə konsultasiyada deyir müəllim, təlimdən sonra məndə nə baş verdi? Bir müzakirəyə getmişdim. Deyir indi bir şirkət rəhbəridir, özü də normal, yəni böyük şirkətlərlə işləyir. Deyir ki, prosesdə oturmuşuq, bir müzakirə gedir, bir rəhbər heyəti ilə bir yerdəyik. Deyir, danışmışıq, bir məqamda elə bir sakitliyib, hamı kimdənsə nəsə gözləyir. Məndə də bir oturmuşum, gəlirəm ki, bu yəqin ki, kimsədir. Deyir, bir anlıq elə bir dala çıxdım. Yəni mərhələdən dala keçdim və oradan prosesə baxdım. Deyir, adamlara baxdım, başladım baxmağa ki, bax bu nə üçün burdadır, bu nə gözləyir, bu nə gözləyir. Deyib başa düşdüm ki, əslində məndən gözləyirlər. Və mən neçə ilin mütəxəssisiyəm, bunlar məndən bir söz gözləyir ki, neyini? Mən də oturmuşam, bunlardan gözləyirəm. Deyir, elə bir yenidən qayıtdım və prosesi artıq şeylədim. Bu çox sadə hərəkətlərdən biridir, misal üçün. Gördüyün anda dayan və bir dala keçməyə bax. Bir hadisədə danışım, yəni düşünürəm, maraqlı olar. Bir dəfə evdə idman eləyirdim və bu pres eləyirəm. Bir müddətdən sonra görürəm beynim başlayır ki, bəsdir də, yorulduq, gedək sonra şeylərə. Bu deyir. Dedim, yaxşı, nə görürəm? Beyniniz zahid mən, beyniniz. Beyin danışır da, bizdən olsa hamı da danışır. Dayandıramırsan abi, işi danışmaq. Orada çox maraqlı bir suallar var. O suallar o məsələni həll edə bilir. Dedim ki, nə görürəm, nə eşidirəm və nə hiss edirəm. Qayıtdın özünə, baxırsan, nə görsən, nə eşidirsən, nə hiss edirsən. Gördüm, heç elə dağırmıram. Bu sualları özünə insanlar götürə bilər. Proseslərdə o narahatçılıq hiss eləyəndə sualı özünə verib o suala dalsınlar. Onda o məsələləri fərqli görə bilərlər. Yardımcı olacaq. İnsan ola bilər deyər ki, mən indi bu dəqiqə narahatam, mən indi bu dəqiqə hirsliyəm, necə edeyim? Onların da müxtəlif texnikalar var. Məsəl üçün, ümumiyyətlə daxili narahatçılıq çəkən insanlara tövsiyə edərdim ki, günə çıxsınlar. Gün işığında. Bəli, günə, birbaşa çölə günə çıxsınlar. Hətta mümkünsə o bir bədənə əgər yarımçılpaq vəziyyətə sala bilirlərsə özlərini, gündən gözlərini yumub o günün enerjisini hiss edirlər, barmaqlarından necə edir. O bütün narahatçılığı gün götürür zaten. Əgər hirsdən bağlı problem varsa, məsəl üçün insan nə hansısa bir prosesdə hirslənib. Bizim bir dostumuz vardı, bir gün gəlib deyir ki, konsultasiyada danışır. Deyir ki, bəs mən nə deyib bu? Allah həmişə mənə problemə salır. Deyirəm, nə olub? Deyir, yol gəlirdim, bəs bir xanım maşın sürən vardı, belə sürdü, elə sürdü, mənim qabağımda belə elədi, elə elədi. Bu da nəsə bu maşını öyrədənlərdəndir, nəsə. Nəysə deyir, axırı deyir, sürdüm, getdim maşın verdim bunun qabağına. Deyir, gəlmişəm, indi deyir, mənə baxır belə titrəsir. Şey deyir, da mən dedim, bir də belə sürmə. Getdim, oturdum. İndi deyir, əsəbim. Deyirəm, bax, birinci Allah bilir neyniyir. Sənin problemin hirsi idarə elə bilməməkdir. Onun da problemin özünü lota aparmaqdır. Allah da bilir kimi urvat eləsin. Amma sənin halıva qayıtsaq ki, necə eləyəsən ki, sən o hadisə olmasın, onun da yolu var. Deyir, necə? Deyirəm, nəfəsini al, nəfəsini alıb, biraz saxladı, buraxdı. Dedim, mən sənə demişdim, burax. Nəfəs saxladı. Orada bir yaxşı nüans var. Mümkündürsə 2 dəqiqə saxlayın. Saxlayıb buraxanda rahatdır, bütün bədən boşalır. Yəni, onda görəsən ki, hiss getdi. İşlə bağlı bir proses var, onu da istəyirəm deyə, o da çox maraqlı texnikadır. Bunların hamısını özüm yoxlamışam, biləsiniz. Yəni, bu texnikalar göydən gəlmə deyil və mən ümumiyyətlə belə özüm sınaq keçirtmədiyimi heç kimə məsləhət görmürəm. Bir də mən sizdə ən çox bəyəndiyim nüanslardan biri odur ki, heç vaxt heç nə belə uzun aparmırsınız. Qısa indi bu dəqiqə. Bu iş prosesində çox vaxt olur. İnsanlar gəlirsən işə, işdə necədir, işdə də bu gün, problem zadı ora. Biri gəlir, bir danışır, ay nə biləm falan yerdə bomba partladı, falan yerdə su partladı. Və gün ərzində özdə bizim işimizin əksəriyyətimiz necə oturaq işləyirik də. Orada bir nüans var. Bu bədənlə bağlı prosesdir. Bədən oturaq prosesində qan dövrənin sürəti aşağıdır. Amma biz stres alanda nə baş verir? Bizim kortizol hormonu ifraz olunur qana. Kortizol nədir? Kortizol elə bil ki, sənin sonraki enerjini indi alır. Çünki sən beyin elə düşünür ki, bədən daha doğrusu elə düşünür ki, sən artıq şirlə üzbəyüzsən, sənə qaçmaq lazımdır. İndi gələcəkdən enerji almaq lazımdır ki, qaçasan. Və o məqamda sənə həmən məqam o prosesdən çıxardır, amma sən o pomidor sıxılmış pomidor oxşuyursan sonra. Düşün.
Niyə elə baş verir? Çünki gün ərzində oturursan, o stres getdi, bu stres, bu bədənə qan dövranına o hormonlar düşür, amma çıxmır. Çünki sürət azdır, aşağıdır. Mən deyirəm baxın. Abed vaxtı, əvvəl, sonra fərqi yoxdur. Bir aralıq məqam tapın, çıxın, gəzin. Ayağınız zoqquldayana qədər gəzin. 20 dəqiqə bəs eləyir. Nə baş verir? Qan dövranı təzələnir. Həmin o kortizol bədəndən gedir və sən olursan şux nətər. Şokolad kimi. Şokolad kimi, ay sağ ol. Bu texnika çox maraqlı texnikadır. Ümumiyyətlə idarə etmədə, işdə işləyənlərin hamısına aiddir və bunu eləsələr şeydir. Və növbəti nə tövsiyə eləyərdim eyni zamanda? Döyün özünüzü. Necə zaten? Baba bu nöqtələrdir. Köksün özüdür. Bunlar ümumiyyətlə mümkün olsa hərdir. Bunlar limfa toxumalarının nöqtələri var. Aha. Oraları döydükcə indi paltar üstünə biraz çətindir, onu gərək rahat vurasan. Amma bərk vurasan zaten. Bir qızartı olsa bəs eləyir. Nə baş verir orada? Limfa toxuması bədənin kanalizasiya sistemidir. Biz otururuq, başa düşürsünüz, bütün bədəndə sürət zəif gedir. Biz o sürəti qaldırmalıyıq ki, bizdə bir beynimiz də işləsin, bir bədənimiz də işləsin və onları döyəndə o proseslərdə bir sürətlənmə yaranır və yenə də sən o problemlərdən çıxa bilirsən. Bir də ofis işində işləyənlərə deyirəm, kofe az için. Gün ərzində mən misal üçün özüm üçün mənim belə bir deklarasiyam var. Gün ərzində bir dəfədən çox içmirəm kofeni. Mən çox görmüşəm bizim korporativlərdə, böyük korporativlərdə çox işləmişəm, onun üçün də onu çox görürdüm. İnsanlar bu gün kofe içməmiş amma halım bir təhərdir. Bədən özü də Temboli bu gün ofis alınan kofelərdir və s. də onlar keyfiyyət dərəcəsi heç də elə yüksək deyil. Aşağı yuxarı xərcləri optimizasiya elədikcə müəyyən bir qiymət radiusunda alışlar olur. Onlar da tərkib elementlərində kimyəvi maddələr çoxdur. Onlar da bədənə yığılır və sonra sənin o problem yaradır, səndən o asılılığı yaradır. Ona görə misal üçün yaxşı kofedən istifadə edə bilərsən, amma gün ərzində bir dəfə içsəz və heç bir problem olmayacaq, normal. Çox atdıqca kofe çoxluğuna düşməklə zibili çıxar. Yəni ehtiyatlı olmaq lazımdır orada. Eləmi? Zaten bir də o döymə deyirsən, xanımlar öz yoldaşlarına həvalə edə bilər o proseduru ki. Öz eləsin. Özləri eləsin. Heç kim verməsin işmə. Ümumiyyətlə bax gərilmə hərəkətləridir. Bədən baxın da bir neçə texnikaları bölsən, bir neçə hissəyə bölünür. Bir təbiətdən əlaqəli texnikalar var. Onlar çox insanı rahatlayır. Biz əslində bu gün təbiətdən ayrılmışıq. Biz живой yəni canlı bir varlığıq, amma təbiətlə vəhdətdə deyilik. Adi ayağımız axşamacan ya ayaqqabıdadır, ya tapaçkadadır, ya corabdadır, ya nə bilim polun üstündədir, ya daşın üstündədir. Yəni insanın isə böyük bu toçkalar belə deyək də ayaq altı da əlinçidir və onlar təmas görmür. Yəni necə başa düşürsünüz? Beyin qocalması da olacaq, sinir sistemi də, ürək sistemi də hamısı onun üstündədir. Mümkün qədər otluq ərazilərdə gəzmək lazımdır. Nə mümkün qədər də indi mən zaten bu gün olanından da belə deyək. Gün işığı görmək lazımdır. O bayaq dediyim kimi. Bir arada yağışa çıxın, bir başınıza açın, o başınıza biraz yağış damsın. Nə bilim arada biraz küləyə verin, özünüzü soxratmayın amma. Yəni dənizə gedin, quma girin, nə bilim. Bu proseslər bizim o təbii halımızdır. Biz təbii halımızdan kənarda qalmaqla qocalırıq əslində. Bundan başqa bir də insan öz daxili prosesləri var. Beyindən olan məsələlərdir və s. Düzdür, indi misal üçün bu meditasiya zad məsələləri indi daha çox belə yayılır eləyir, amma onların da müəyyən bir təsirləri var. Onlardan da istifadə eləmək olar. Ümumiyyətlə özündən olmaq prosesini çoxaltmaq lazımdır. Prosta mümkün qədər, hətta mən deyərdim, belə bir şey etmək imkanı olsa əla olar. Qaranlıq otaq, yəni işıq ümumiyyətlə düşməsin. Gözü yummursan, gözü açıq qoyursan. Qaranlıqda gözü açıq qoyursan. Uzana bilərsən və s. şey deyil. Musiqi zad da lazım deyil. Heç nə. Heç nə. Qaranlıq amma zil qaranlıq olmalıdır. O zülmət qaranlıq nətər deyirlər. Uzanırsan və orada gedir beynində söhbət. Bırax getsin söhbətlər. Saat mənim adam qorxuya düşər. Qorxu yoxdur orada. Narahat orada beynin başlayacaq sənə kinolar göstərməyə. Bax o həyatı boyu yadından çıxmayacaq onlar. Çox maraqlı bu praktika. Bu dəqiqə neçə saatla yoxsa dəqiqə minimum yarım saatdır. Ortalama 1 saat nəzərdə tutmalısan. Yəni amma zil qaranlıq otaq olmalıdır. Yəni işıq düşməsin də. Onun effekti çox fərqlidir. Yəni fərqli bir praktika keçsə, göz yummaq lazım deyil. Yəni o qaranlıqdakı göz açıqlıq sənə şeyi göstərəcək. Yəni beynimin başqa cür işlədiyini görəsən.
beyin də məşq eləməlidir. Başa düşürsüz? Biz ancaq elə bədən məşq elətdiririk. Beyni nə tər məşq elətdirir? Telefon beynin məşqini öldürüb. O klipovi müşleyini deyirlər. Yəni klip düşüncəsi. İndiki əsr o qədər o şeylərə düşübsə, bu sosial media zadorobra sürət çoxalıb, amma düşüncə tərzi düşüb. İnsanlar düşünmək istəmirlər. Başa düşürsüz? Yəni mən hazır ver. Vallahi həm ChatGPT-də falan da zaid mənim. Sizin hətta bu təlimdə yadınızdadır. Yəni uşaqlara nə deyir? Mən sizə heç nə verməyəcəm. Siz nəyə sala bilərsiniz? Siz öyrənmisiniz ki, gəlin mənə bişir ver. Bişir verəcəm, sən başa düşməyəcəksən. Sən yaşamalısan ki, başa düşəcəksən. Hamı soruşurdu ki, bu təlim nə üçündür? Heç kəs cavab verə bilmirdi. Onu bizim Xudu dostumuz bir yaxşı cavab verdi. Yaxınlarda bir görüşümüz var idi. Elə konsultasiya yığmışıq. Orada başqa bir dostlar da vardı. Deyirlər ki, nətər oldu, necə oldu, nətər oldu? Bu deyir, vallahi mən deyəmirəm. Sən mənə təlimdən qabaqki üzümü görmüşdün, deyir, hə. Dəyişmişəm, deyir, təmiz dəyişmisən. Yəni bax, insanın o nutrosunda görsənir. Bu təlim ümumiyyətlə mən deyirəm buna ki, həyat bir ora qədərdir, bir də ondan sonradır. Sənin kvant keçidindir bu təlim. Bu təlimdən sonra sənin həyatın heç vaxt əvvəlki kimi olmayacaq. Əvvəlki kimi olmayacaq. Yadımdadır, demək təlimin birinci günü gəldi və hələ mən o çox yorğun değildim. Vaxtım var idi, dedim ki, burada çox qalıram. Təlimə piyada gedim. Yarıya qədər piyada getdim. Gedəndə özüm üçün bir vlog çəkdim. Mən pləkanlara düşə gedirəm. Hava da sağ olsun çox soyuq idi. Mən təsirindəydim onun ki, mənim 36 yaşım var və mən bunları necə bilməyə bilərdim? 55 yaş var, bilmir. Yəni yenə deyirəm, biz indi ətrafla çox oldu. Mən özü də insanlarla danışmağı xoşlayıram. Yəni çox insan oluyor. Hərə bir yerdən bir söz götürür. Amma elə bir daşları yığmışıq bir kisəyə. Bir-biri hansı hara düşməlidir. O transformasiyanın mahiyyəti ondadır ki, sən daşlar yerinə oturur. Sən əslində yeni bir şey bilmirsən. Sən bildiklərinin yerini tapırsan. Özünün yerini tapırsan. Öz daşın yerini tapır. O müdrikləşmə prosesi oldu. Ümumiyyətlə transformasiya sözü müdrikləşmə sözünün əvəzi olaraq gətirilib, biləsiniz. Və bu fəlsəfə sözüdür da. Fəlsəfə sözü müdrikliyə gedən deməkdir. Yəni mənalarından biri. Və biz o müdrikləşməni keçməmiş dünyanı oxuya bilmirik, görə bilmirik. Və dünya ilə rəftarımız o deyil. Və o insan ki, müdrikləşmə prosesini keçir, onun həyat baxışı dəyişir, onun insanlara baxışı dəyişir, onun gördüyü işə baxışı dəyişir, onun ətrafına təsiri dəyişir, həyata təsiri dəyişir. Müdrikləşmə bu insanın yistesini, təbii halıdır, ora çıxmalıdır. Vay o adamın halına ki, çıxamayıb ora. Yəni amma bu sözdür. Bu sözün nə olduğunu dərk eləmək, onu yaşamasan mümkün deyil. Yəni indi siz özünüz də indi filmlərə baxırsınız, yəqin ki, şəkillərə baxırsınız, hansısa bir fəlsəfə də filosoflar oxuyursunuz, görürsünüz başqa cür başa düşürsünüz yolları. O gün Fuad Zəngəliyev ki, Zahid falan şey var, hər şey deyir də deyirəm, o hər şeyi onsuz demək deyil. Sən indi başa düşürsən. Çünki onun bax o indi təsəvvür edirsiniz, o görmə radiusu dəyişmək sizə həyatda, biznesdə və ümumiyyətlə ailə münasibətlərində bəli, nə qədər keçid imkanı verir. Yəni bax bunun təsiri budur. Bu insanın yenidən qurulmasıdır, yeni formasının yaradılmasıdır. Təlimdən bir həftə sonra uşaqlar üçün həmişə baxdığımız, ya 2 dəfə, 3 dəfə baxdığımız bir multfilmi qoydu. Hansı ki o doğuşan polis olur və orada Siveropolisdir nədir? Səhv etmirəmsə, hə, orada və orada qoyun da orada belə katibə rolunda olur, belə yazıq qızı rolunda. Mən bu dəfə baxdığım kimi o multfilmə heç vaxt baxmamışam. Mən bu dəfə hər şey tamam başqa cür gördüm. Bu dəfə bu təlimdən sonra sözləri başqa cür başa düşürəm. Bu təlimdən sonra ümumiyyətlə rutin işlərimi görə bilirəm, özümü görə bilirəm. Dala çəkilməyi istəyirəm. Mən təsəvvür edirsiniz, neçə vaxt keçib mən hələ YouTube-da axtarıram. Hamı deyir ki, sən nə axtarsan da deyirəm ki, o təlimdə olan bir damcı dadı heç olmasa burada tapam da, yəni onu hiss eləyim. Dünənlərim o qədər işim var, yazmışam da bir siyahıda ki, bu gün mən nələri yazmalıyam. Bunları yazmışam, fərqində olmadan təlimdə olan bir neçə
deməli orada prosedurun ardını tapmışam. Ona bənzər o deyil də. Qoymuşam ki, Fuada deyirəm ki, Fuad, sən təsəvvür edirsən. Deməli mən bu işləri yazmışam ki, iş kimi görürəm, amma bunu isə iş yazmamışam. Birbaşa gedir özündən xəbərsiz. Öz kodunda. Öz kodundan. Bunu heç bir işə təxirə salmıram, geri atmıram. Zənglə falan heç nə ilə qarışdırmıram. Bu özündən burada deyirəm, bu belə olmalıdır. Çox maraqlı nöqtəyə toxunursunuz. Bax bu gün mən keçən dəfə bizim bir şirkət rəhbərlərimiz vardı. Onlarla bir yerdə konsultasiya apardım. Deyir ki, bəs motivasiya sistemimiz adora bura istəyirəm nə edirəm? Deyirəm əslində baxsaz cəmiyyətin ən səhv getdiyi nöqtələrdən biri də budur. Yəni biz düşünürük ki, kiməsə pulun vermiş, motivasiya da verməliyik, bunun dalınca da düşməliyik. Qız, sən can işləyəcəksən, Allah haqqı yaxşı olacaq işte. İnsanların həyat motivasiyasının, yəni qurulması bu kənardan təzyiq deyil. İnsan motivasiyası daxilindədir. Onu görməyə şərait yaratmaq lazımdır. Uğurlu şəxslərə heç kim kənardan gəlib motivasiya verməyib. Var, mən demirəm, batin mexanizmlər var, hansında ki, təkəbbürdən, kindən, hirsdən insan nəsə eləyə bilər. Onunla bir problem yoxdur. Yəni o bizim orada şəklini çəkmişdim. Amma ümumilikdə, yəni bu o həll deyil ki, nə bilim, gəl adama yazaq bonus, ona görə bu işləsin. Bu individual yanaşma texnikasıdır və sən adamı oxuya bilməlisən və ona özünün istədiyi formada yanaşmalısan ki, o özünü tapa bilsin. O özünü tapandan sonra ona heç bir motor zat lazım deyil qoşasan. O zaten o yolu gedəcək və ən mükəmməlin gedəcək. Onda Zahid müəllim, bu indi şirkətlərə motivasiya verən hədəfləri yaz, hədəfləri birləşdir, hədəflərlə öz hədəflərlə işçilərin hədəflərini bir tut. Lazım deyil. Baxın, gəlin keçək ailəyə də. Məsəl üçün, ər-arvad münasibəti, uşaq var evdə, bunlar bir ailə qurublar. Fikir verirəm, vermisiniz bugünkü nə qədər boşanma prosesləri var? Çoxdur. Əslində kök elə ondadır da. Biz motivasiya axtarırıq, bizə kimsə nəsə eləməlidir. Kimsə bunu eləməli idi, eləmədi, niyə eləmədi? O birisi nəsə başqa cür olmalı idi. Bu məsələlərin kökündə duran o insanların bir-birinə münasibətindəki o vəhdəti tapa bilməməsidir. O necə ki iki inyan məsələsi var, bir-birinə oturur. Bax, o şirkətdə də belədir, işdə də belədir, ailədə də belədir. Ya bunun fərqi yoxdur. Biz o prosesdə olduğumuz şəxsi biz seçmişik də. O işçini də biz seçmişik. O həyat yoldaşını da biz seçmişik. Yəni sən yerə kimsə götürməyib ki onu işə, ya da ki ailəyə. Demək sən onda nəsə var ki, sənə lazımdır. Səndə də nəsə var ki, ona lazımdır. Daha doğrusu buna lazım kimi baxmağın özü problemdir. Buna baxmazsam nəsə var məni o dapalnit eləyir də, yəni boşluğumu doldurur, tamamlayır aysa. Amma o tamamlama prosesi bu belə bir proses deyil ki, yəni sən bunu etməlisən. O prosesdir ki, hardasa mən bir addım, hardasa sən bir addım. Bu bir rəqs oxşuyur. Bir balans oxşuyur. Bir ona hindusların bir yaxşı sözü var. Şakti ilə Şivanın rəqsi deyir dünyaya. Yəni bu həyat o balansda yaşama prosesidir. Onu tuta bilmək qabiliyyətini öyrənməlisən. Onu tutandan sonra o sistem öz-özünə aparır. Sən artıq təbii yoldasan. Biz bilirsiniz, baxın, var çay axır. Çayın axarı gedir, insanlar nə edir? Bənd düzəldir, dağıdır, tökür, nə edir? Amma o bəndlər davamlıdır. Onu gərək pastayan nəsə orada düzəldəsən, təmir edəsən. Çayı kimsə gedib təmir eləmir də. Bax, burada nüans bundadır. Ya sən bənd düzəldəcəksən və o nə vaxtsa dağılacaq, ya sən çay olacaqsan. Çayla bərabər axıb gedəcəksən. Bax, bunu tapmağın, bunun nə olduğunu dərk eləməyin çətinliyi var. İnsan yaşamı bunu dərk eləmir. İnsan modeli bunu dərk eləmir. O söz kimi eşidir onu. Bax, təlim onu aça bilir insana, özünü göstərə bilir, ətrafını. Onun üçün də o çaya düşmüsənsə, çay zaten axır da. Çayın axmağına kimsə motivasiya verməli deyil. Çay zaten axır. Sən əgər axa bilmirsənsə, demək çayda deyilsən. Razıyam sizlə. Əslində mən çox öz həyatımda müşahidə eləmişəm bunu. Ailə münasibətlərini düzəltdiyin təqdirdə işində heç bir problem yoxdur. Bizim misal üçün idarə etmə üzrə texnologiyanın adı adam metodologiyası gedir. Onun adını mən qoydum. Niyə? Çünki mən baxdım ki, əslində şirkət dediyimiz anlam yoxdur. Bu çoxluğun birliyidir. Bu ailə də belə bir şeydir. Ailə nə vaxt ki bir nəfərə dönür, çoxluqdan ibarətdir. O olur ailə, o olur şəxs, o olur həmən o bir insanlıq qrupu ki, hansın ki digərləri qibd aparır, belə deyək. Bax, buna çatmanın yolu isə bax bu tərəfdən keçir. Bizim misal üçün təlimə gələnlər, keçən il gələn dostlarımız vardı ki,
özləri gəlmişdi. Bu il hamısı həyat yoldaşlarını gətirdi də. Məsələn, mən öz həyat yoldaşımla bu il iştirak eləmişdim, yəni görmüşdüm. Çünki insan onun nə olduğunu dərkinə keçdikcə bunu paylamaq istəyir. Bunu birinci ən çox istədiyinə vermək istəyir. Çünki özü artıq bir etapdadır, istəyir o da olsun o etapda. Və bu çox mükəmməl və yeni bir həyat yaşam formasıdır da. Bunu dalandan sonra bunu buraxmaq istəmirsən. Eyni, razıyam sizlə. Zahid müəllim, çox təşəkkür edirəm sizə. Əslində bu müsahibəni necə aparacağımı bilmirdim. Cəsarətim yox idi. Düşünürdüm ki, çox da danışa bilməyəcəm. Amma ki, düşünürəm ki, belə olmadı. Bu sizin enerjinizdən asılıdır. Bu sizin həqiqətən də ustadlığınızdan irəli gəlir. Həyatımızda, yəni mənlə Fuad bəyin, ümumiyyətlə bizim bir ətraf yaxınlarımızın da həyatında çox gözəl bir rəng, iz, toxunuşsuz. Bunun üçün sizə minnətdaram. Bizim həyatımıza xoş təsiriniz olduğu kimi, inşallah ki, əminəm ki, izləyicilərimizin də, amma hər kəsin deyil, bu hər kəs üçün deyil zaten, bu təlimdə deyirdiz həmişə. İzləyicilərimizin də bir çoxlarının həyatına gözəl toxunuşlarımız, təsirlərimiz olar. Mən necə ki, həmişə sizə duaçıyam. İnşallah ki, onlar da sizə həmişə duaçı olacaqlar. Bu dediyinizə bir maraqlı nöqtə dediniz ki, izləyicilər izləməsi ilə bağlı. Əslində düşünürəm ki, izləyən izləyir, ona görə ki, izləməlidir. Çox sağ olun, dəvət elədiniz. İzləyicilər də çox sağ olsunlar ki, baxırlar. Düşünürəm ki, onlar üçün bir fayda, maraq gətirə bildik. Fayda sözümdən xoşum gəlmir, amma yenə də İnşallah ki, bundan bir bəhər ala bilərlər. Özlərinin həyatlarına, baxışlarına bir fərqli yanaşmanı görə bilərlər. İndi mümkün qədər də biz də indi təlimlərlə, oyunlarla, müxtəlif görüşlərlə bu məsələlərdə çalışırıq ki, kömək eləyək ki, bizim ətrafımız, Azərbaycanlılar, xaricdə olan Azərbaycanlılar bunlar baxa bilsinlər, inkişaf edə bilsinlər. Bizim öz ətrafımıza bir töhfəmiz olsun, belə deyək. Köməyiniz olsun, inşallah Allah uğurlar. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.